Salam, hər vaxtınız xeyir olsun. Mən Sərvər Rəşidov. Bu videoda trigonometrik təlimlər mövzusunun izahını verəcəm. Məlumat üçün qeyd edim ki, bu videoda trigonometrik təlimlərin düsturlarının isbatını verə bilməyəcəm. Videonun vaxtı həddindən artıq uzun olmağı səbəbilə. İnşallah gələcəkdə isbat videolarımız olarsa, orada isbat videolarını da verərik. Dəyişəni, yəni x, yalnız trigonometrik funksiya işarəsi altında olan tənliyə trigonometrik tənlik deyilir. Dəyişən, yəni x, trigonometrik funksiya işarəsi altında, yəni sinusa, kosinüsə, tangensə, kotangensə aiddirsə, bir bərabərlik trigonometrik tənlik adlanacaqdır. İstənilən trigonometrik tənliklərin həlli nəticə etibarilə ən sadə formaya gətirilir. Yəni sinus x bərabərdir a, kosinus x bərabərdir a ən sadə trigonometrik tənliklərdir. Bunların həllinə gətirilir. Yəni bizə nə şəkildə verilərsə verilsin, ən sonunda sinus x bərabərliyin sonuna təkcə saxlayıb ən sadə formaya gətirməliyik. Sadələşdirib bu formaya gətirməliyik. Sinus x bərabərdir a tənliyinin həlli o vaxt var ki, -1 ilə 1-in arasında olanda həll olsun. Yəni -1-dən kiçik olarsa və 1-dən böyük olarsa, tənliyin həlli olmayacaqdır. Diqqətli olun, bu şərti çox vacibdir. Sinus x bərabərdir a tənliyinin həlli -1/k arc sinus a topla pi k. -1/k, k-nın və təhlükə hallarını nəzərə almaq şərti ilə bizə çox vacib lazımdır. Buraq arc sinus a, yəni arc sinus a-nın sinus hansı qiymətdə alır? Yəni a-nın yerində olacaq 2/1, kök 3/2, kök 2/2. Bunu əzbərdən bilməmiz lazımdır. X bərabərdir -1/k, arc sinus a topla pi k. Kosinus x bərabərdir a tənliyinin həlli də eyni qayda ilə -1 ilə 1-in arasında olanda həlli var. Tənliyin həlli arc kosinus a topla 2 pi k-dır. Diqqətli olun, topla dövrümüz burada 2 pi k-dır. Tangens x bərabərdir a tənliyinin həlli hər zaman həlli var. A-nın istənilən qiymətində həlli var. Yəni tangens x bərabərdir 5 də olsa, 25 də olsa həlli var. Həlli x bərabərdir arc tangens a topla pi k-dır. Kotangens x tənliyinin də həlli, həmçinin a-nın istənilən qiymətində həlli var. Arc kotangens a topla pi k. Arc kotangensin nə olduğunu təsdiqləmək tənliklər mövzusunda təsdiqləmək mövzudan bilirik. Yəni bunlarda təəssüf ki, əzbərdir. Arc tangens a topla pi k, arc kotangens a topla pi k. Deməli, hamısında dövr pi k-dır, diqqətlə baxsanız. Sinusda da dövr pi k-dır, tangensdə də, kotangensdə də. Bir dənə kosinusda dövr 2 pi k-dır. -1/k sinusdadır, plus minus kosinusdadır. Qabaqda arc kosinus qabağındakı ifadələr deyirəm. Amma tangesdən kotangensdə plus minus da yoxdur, -1/k-da yoxdur. Belə bu formada yadda saxlaya bilərik. Bunlar ən sadə trigonometrik tənliklərdir. Yəni 4 dənə bu ümumi hal dedik. Bu bütün sinus, kosinus, tangens, kotangensə aiddir. Xüsusi hallarda deyəcəyik. -1 ilə 0-ın arasında olarsa, deməli a -1 ilə 1-in arasında demir, -1 ilə 0-ın arasında olarsa, yəni a-nın qiyməti -2/1 olarsa, yəni a-nın qiyməti -kök 3/2 olarsa, -kök 2/2 olarsa, cədvəldə olan qiymətlər bunlardır. -1 ilə 0-ın arasında olub cədvəldə olan qiymətlər ancaq və ancaq bu üçüdür. A-nın qiyməti bunlar olarsa, sinus x bərabərdir a tənliyinin həlli -1/k plus 1 arc sinus modula topla pi k olacaqdır. Bunun izahını verə bilərəm. Normalda x bərabərdir tənlik necə idi? Birinci tənlik üstünə baxın. -1/k arc sinus a topla pi k. A da bizdə mənfidir. -1 ilə 0-ın arasında olduğuna görə mənfidir. A-nın mənfiliyini mən sizə bir göstərsəm olarmı? A-nın özünü müsbət qəbul edəsək, qabağına mənfi qoymuşam ki, A mənfədətdir. Aydın oldu. O mənfini görmək üçün elə dedim. A özü müsbətdir, qabağında mənfi olmaq şərti ilə mənfi oldu. Düstur topu belədir, topla pi k-dır. Bu -1 A-nı -1 vuraq A kimi yazsaq, o mənfini qabağa çıxır. Ümumiyyətlə, sinus, arc sinus tək funksiya deyə mənfini qabağa verə bilərmi? X bərabər olacaq -1/k vuraq, o mənfi qabağa -1 kimi çıxdı. Arc sinus a qaldı. Onu düsturda modulla yazıblar ki, yəni artıq oradakı qiymət müsbətdir də. Elə bir ki, -2/1 deyildi, o mənfi qabağa çıxdı, qaldı müsbət 2/1. Yəni modulunu saxlayır artıq. Mənfi qabağa çıxdı, topla pi k. Şahidlər, -3/7-ni -3/k-ya vursaq, -3 üstündə 7 plus k olar da. Düzdür, çünki əsaslar eyni olduğuna görə qüvvətlər cəmlənir. Bu pozanı böyüdüm. Hə. Burada da -1/k-nı
-1'ə vuranda olacaq -1 üstündə k plus 1 arc sinüs artıq modul a, yəni mənfini qabaq 60 götürək, müsbət qiymətini götürəcəyik. Topla pi k. İstəyən bu üstü əzbərləyə bilər, istəyən hardan gəldiyini görə bilər. Deməli, 4 dənə ümumi hal, bir dənə də qeyd götürdük. Bu qeyd deməkdir. Bu dəftər işarəsi olan qeyddir. 5 dənə düstur əzbərləyəsi olduq. İndi bu düsturu əzbərdən bilirsinizsə, düstura baxa-baxa işləməyin. Əzbərdən bilirsinizsə, keçək ən sadə formadan başlayaq. İstənilən trigonometrik tənlik dedi, ən sadə formaya gətirməliyik. Yəni, sinüs bu sol tərəfdə təkcə qalmalıdır. O zaman 1-i keçdik sağ tərəfə, oldu müsbət 1. Hər tərəfi 2-yə bölsək, sinüs x bərabər oldu 2-də 1. Sinüs x bərabərdir a tənliyinin həllini bilirik, eləmi? O zaman arc sinüs a topla pi k. Necə olacaq düsturumuz? X bərabərdir -1 üstü k. Arc sinüs a, a-nın yerində 2-də 1-də axı. Hələ ki, bütün gedişləri yazıram. Arc sinüs 2-də 1 topla pi k. X bərabərdir -1 üstü k olduğu kimi qalıb yerində. Arc sinüs 2-də 1 o deməkdir ki, sinüs 2-də 1 neçə dərəcədə alır? Sinüs 2-də 1 30 dərəcədə alır. Deməli, arc sinüs 2-də 1-in yerinə 30 qoyuruq. Yəni, pi bölü 6 qoyuruq. Adətən cavabları pi ilə verirlər. 30 dərəcə ilə də yaza bilərsən. Amma adətən pi ilə verirlər. Topla pi k. Bu tənliyin həlli belədir. Bax, variantlarda cavablar bu şəkildə veriləcəkdir. -1 k plus 1 nə olacaq? Çaşdırmaq üçün pi k-nın yerində 2 pi k yazacaqlar. Yəni, ən doğrusu -1 k vur pi bölü 6 topla pi k-dır. İkinci sualı eləməzdən əvvəl xatırlatma edim ki, sinüs alfa, kosinüs alfa 2-də 1 sinüs 2 alfa idi. Daha əvvəl trigonometrik funksiyalar mövzusunda keçmişik. Onda sinüs x bölü 2, kosinüs x bölü 2 olacaqmı? 2-də 1 sinüs 2 alfa. Yəni 2 vurulsun bucaq. Bucaq x bölü 2-dir də. Bərabərdir deyir. Bu da 4 ilə 2 ixtisar getdi, qaldı 2. 2 ilə 2 getdi, qaldı sinüsün içində 2. 2 bərabərdir 1. Bu da oldu bayaqki kimi. Sinüs x bərabərdir 2-də 1. Bayaq eləmişdik də, sinüs x bərabərdir 2-də 1 necə həll eləmişdik? X bərabərdir -1 üstü k. 2-də 1-i aldığı qiymət topla pi k. 2-də 1-i aldığı qiymət pi bölü 6-dır. Topla pi k. Cavab bu formada da qalacaq. Sinüs 2x, kosinüs 3x. Çıx kosinüs 2x, sinüs 3x. Sin kos, kosin. Kimin düsturudur bu? Sinüsün düsturudur. Sin kos olanda sinüsün düsturudur. Sinüs açılış düsturudur. 2x çıx 3x'in açılışının bu düsturudur. Biz də bunu yığdıq. Olduq sinüs 2x çıx 3x. Yəni sinüs -x elədi. Düzdürmü? Mənfi də qabağa çıxır. Sinüs tək funksiya deyə mənfini qabağa veririk. Ən sadə trigonometrik tənlikdə sinüs x bərabərdir a tənliyidir. Yəni bu formaya getməliyik. Yəni sinüs sol tərəfdə təkcə qalmalıdır. Sinüsün sol tərəfdə təkcə qalması üçün demək hər tərəf -1-ə vurmalıyam. Sinüs x bərabərdir -2-də 1. Deməli, sinüsü sol tərəfdə təkcə saxladıq. Ən sadə formaya gətirdik. Bunda x bərabər olacaq -1 üstü k plus 1. Çünki xatırınızda bu qeyd var. Bu qeyd halına aid sualdır. -1 üstündə k plus 1 vur arc sinüs modul a, yəni 2-də 1-in müsbət qiyməti. Modul -2-də 1 yazılanda birbaşa 2-də 1 yazılır. Yəni bunun modulu, yəni 2-də 1 topla pi k. X bərabərdir -1 üstündə k plus 1. Arc sinüs 2-də 1 o deməkdir ki, pi bölü 6 topla pi k. Bu da oldu bu sualın həlli. Cavab formada veriləcək. Tangensiya tənliyinə baxaq. Tangensin tənliyi necə idi? Arctangens a topla pi k sadə formadadır. Bax, bu elə bir ki, alfadır da. Tangens alfa bərabərdir. 1-i necə həll edərik? Alfa bərabərdir. Arctangens 1 topla pi k yazarıq, eləmi? Burada da alfanın yerində duran şeyi, yəni 3x çıx pi bölü 5 olduğu kimi köçürürəm. Bərabərdir. Sağ tərəfdə a-nın yerində 1-dir. Deməli, arctangens a topla pi k. Arctangens 1 topla pi k. Bura kimi aydındır. Məqsədimiz nəyi tapmaq? Tənlik həll edirsə x tapmaqdır məqsədimiz. Arctangens 1 o deməkdir ki, 1-i neçə dərəcədə alır? 45 dərəcədə alır. Topla pi k. Arctangens 1, yəni 1-i alır 45 dərəcədə. Pi bölü 5-i sağ tərəfə keçirməliyəm.
tapmaqdır da məqsədimiz. Deməli, x tapmaq istəyiriksə, x sağ tərəfdə təkcə olmalı, sol tərəfdə təkcə qalmalıdır. Pi bölü 4 ilə pi bölü 5-i cəmləyəcəm. 3x bərabərdir. Orta məxrəc 20 olacaq 9 pi bölü 20 topla pi k. Hər tərəfi 3-ə bölmək, hər tərəfi 3-ə bölmək 3-də 1-ə vurmaq deməkdir. Hər tərəfi 3-də 1-ə vuranda 9-dan 3 ixtisar gedəcək. 3 pi bölü 20 topla pi k bölüsü. Bərabərliyin sol və sağını nə elədik? 3-ə böldük. Cavab olacaq bu formada. 3 pi bölü 20 topla pi k bölüsünün 3. Bu tip sualların hamısının bənzəri test toplusunda var. Trigonometrik tənliklər test toplusunda 2 başlıqdan ibarətdir. Bunlar birinci başlığa aid suallardır hələ ki. Yenə kosinüs x-i sol tərəfdə təkcə saxlamalıyıq. Yəni kosinüs x bərabərdir A tənliyinin formasına gətirməliyik. 2 kosinüs x bərabərdir. Kökdə 3 keçdi sağ tərəfə kökdə 3. Kosinüs x bərabərdir. Kökdə 3 bölünsün 2. Kosinüs x bərabərdir. A tənliyinin həllini xatırlasaq necə düsturumuz? X bərabərdir. Plus minus arc kosinüs A topla 2 pi k. Hər dəfə, hər sualda düsturu işlətdiyin düsturu yazsan, nə olar? 70 dənə sual işləsən, bu düsturu 70 dəfə yazmış olarsan. Başa düşə bildin mi? 40 dənə sual işləsən, bu düsturu 40 dəfə yazmış olarsan. Və nə olar? Heç vaxt yaddan çıxmaz bu düstur. Məncə. X bərabərdir. Plus minus arc kosinüs kök 3 bölü 2 topla pi k. X bərabərdir. Plus minus arc kosinüs kök 3 bölü 2 o deməkdir ki, kosinüs kök 3 bölü 2-ni neçə dərəcədə alır? 30 dərəcədə. 30 da belə pi bölü 6 kimi yazılır. Hə? Topla kosinüsdə 2 pi k idi, mən səhv elədim. Topla 2 pi k-dır. İşte cavabımız necə olacaq? Plus minus pi bölü 6 topla 2 pi k. Bax, təkrar edirəm, bütün 5 dənə variantın hamısı bir-birinə oxşayır. Belə cavabı tapmaq biraz çətin proses olur. Sadəcə plus minusu silirlər, cavablarda verirlər. O doğru cavab deyil. Sadəcə mənfi pi bölü 6 topla 2 pi k, o da doğru cavabdır. Ancaq plus minus pi bölü 6 topla 2 pi k. Bəzən plus minusun yerine mənfi plus k yazırlar, o da doğru cavab deyil. Kosinüs üçün ancaq plus minusun olan doğru cavabdır. Kos, sin. Bu kimin asılışıdır? Xatırlayırsa koslar kosinüsün asılışıdır. Kosinüs 5x çıx 3x'in asılışı. Kosinüslə toplamada çıxma olur. Bərabərdir mənfi 2-də 1. Bu elədir mi? Kosinüs 2x bərabərdir mənfi 2-də 1. Kosinüsün həlli necə idi? Plus minus arc kosinüs A 2x bərabərdir. Plus minus arc kosinüs mənfi 2-də 1. A'mız mənfi 2-də 1-də də topla 2 pi k. 2x bərabərdir. Plus minus xatırlayaq indi. Arc kosinüs və arc kotangesdə mənfi olanda, bucağımız mənfi olanda xatırlayırsınızmı? Pi'dən çıxırdıq. Pi çıxılsın arc kosinüs 2-də 1 topla 2 pi k. Xatırladıram. Arc kosinüs mənfi x. Pi çıx arc kosinüs x-ə bərabərdir. Amma sinüsdən olur mənfi olanda, mənfi qabağa çıxır. Kosinüsdən kotangesdə, arc kosinüslərdə, tərs trigonometrik funksiyalarda izah eləmişəm. Mənfi qabağa çıxır. 2x bərabərdir plus minus pi çıxılsın arc kosinüs 2-də 1-i 2-də 1-i kosinüs 60 dərəcədə alır. Yerinə pi bölü 3 qoydum. Topla 2 pi k. 2x bərabərdir plus minus pi'dən pi bölü 3 çıxa bilərsinizmi? Orta məxrəcə gətirin. 2 pi bölü 3 olur. Hər bir həddi 2-yə bölmək üçün plus minus 2-yə bölmək 2-də 1-ə vurmaq deməkdir. Pi bölü 3 qalacaq. 2-yə bölmək 2-də 1-ə vurmaq deməkdir. Pi k qalacaq. Bu da oldu bizim sualın cavabı. Bax, sinüs 2 pi yox. Pi bölü 5 çıx x. Bax, bu 2 pi'nin yerində belə bir şey olsaydı, elə olduğu üçün köçürəcəkdim aşağı. Amma sinüs bu çevirmə düstur olduğuna görə yazmaq lazımdır. Deməli, şahicə 2 pi çıx x çevirmə düsturudur. Hansılardı çevirmə düsturu xatırlayaq? Pi bölü 2 idi, pi idi, 3 pi bölü 2 idi, bir də 2 pi idi. Bunlar olanda çevirmə düsturları olur, xatırlayırsa. 2 pi də ad dəyişmir, sinüs x olur. 2 pi çıx x 4-cü rübə düşür, sinüs 4-cü rübdə mənfidir. Oldu mənfi sinüs x. Bərabərdir kök 3 bölü 2. Hər tərəf mənfiyə vurmalıyıq ki, sinüs sol tərəfdə təkcə qalsın.
mənfi kök 2 bölü 2. X bərabərdir sinusda mənfi olanda qeyd hal var idi. Mənfi 1 üstü k plus 1 vurulsun arc sinus artıq mənfi kök 2 bölü 2 yox. Müsbət kök 2 bölü 2 modulda yazmalıyıq, hatırlayırsınızsa. Artıq k plus 1 yazmışıq. Topla pi k. Qeyd halına baxın. 5-ci düsturumuzdur bu yuxarıda. Mənfi 1 üstü k plus 1 arc sinus kök 2 bölü 2 o deməkdir kök 2 bölü 2 nə vaxt alır? 60 dərəcədə alır. Üstə gələk pi k. Üstə cavab B-də qalacaq. Deməli şagirdlər, bunu çarpaz vuranda kotanges mənfi x bölü 2 bərabərdir tanges 63 vurulsun tanges 27. Bu adını çarpaz vurduq. Kotanges tək funksiya deyə bu mənfini qabağa verir. Mənfi kotanges x bölü 2 bərabərdir. Tanges 63 vuraq. Tanges 27-ni 90-dan çıxıb adını dəyişirəm. Kotanges 63 olur. Birinci cümlədə xatırlayırsınızsa tanges 80, kotanges 10. Sinus 75, kosinus 15 deyir. Birinci cümlədə adını dəyişib 90-dan çıxırdı. Tanges 63, kotanges 63. Tanges alfa, kotanges alfa 1'dir. Tanges 63, kotanges 63 1'dir. Mənfi kotanges x bölü 2 bərabərdir 1'ə. Hər tərəfi mənfi vurmalıyam ki, kotanges sol tərəfdə təkcə qalmalıdır. Kotanges x bölü 2 bərabərdir mənfi 1'ə. Kotangesin üstünə baxaq. Kotanges A topla pi k. X bərabərdir kotanges A topla pi k. Bizdə bucaq x bölü 2'dir axı. X bölü 2 bərabərdir arc kotanges mənfi 1 topla pi k. İndi şagirdlər, bu qaydadır da. Neyiniyək? Arc kotangesin, arc kosinusun qaydası var axı. Necə idi? Bayaq da yuxarıda yazdım. Arc kosinusda mənfidə pi çıx arc kosinus x-dir. Arc kotangesdə nə tək nə cüt funksiya olduğuna görə mənfini qabağa vermir. Pi çıx arc kotanges x olur. Onda mən davam edirəm. X bölü 2 bərabərdir. Sualın davamını burada yazdım. Arc kotanges mənfi 1'in yerinə pi çıxılsın. Arc kotanges artıq müsbət 1. Topla pi k. Yuxarıdakı düstura əsasən elə yazdım. Pi'dən arc kotanges 1'i çıxaq. Pi çıxılsın. Arc kotanges 1 45 deməkdir. Bütün gedişləri yazıram deyə çətin uzun görün şagirdlər. Əslində belə uzun deyil. Birbaşa bunun yerinə pi bölü 4 yazıb, birbaşa fikrimdə çıxa bilərdik. 3 pi bölü 4 topla pi k. Hər tərəfi 2'yə vursam. 3 pi bölü 4'ü 2'yə vuranda 4'dən 2 sadəcə edəcək 3 pi bölü 2. Hər tərəfi 2'yə vursam, pi k'nı da 2'yə vuranda olacaq 2 pi k. Bu da olacaq sualın yekun cavabı. Bənzəri, oxşarı test toplusunda var. Sərbəst işləməyə çalışın. Buna test toplusunu işləyəndə buna baxıb işləməyin. Sinus 45'in, kosinus 45'in qiymətini yerinə qoya da bilərsiniz. Fərqli suallar olar deyə doğru yolu budur ki, sinus kvadratını sağ tərəfə keçirirsiniz. Sinus 3x bərabərdir. Kosinus kvadratı bu 45 deməkdir şagirdlər. 45, sinus kvadratı sağ tərəfə keçirəndə olacaq sinus kvadratı 45. Topla kök 3 bölü 2 qalıb yerində. Xatırlayaq indi trigonometrik əsas cədvəldən xatırlayaq. Kosinus kvadratı, kosinus 45 45 dərəcə. Kosinus 45 kök 3 bölü 2'dir. Kosinus kvadratı alfa çıx sinus kvadratı alfa 2 qat arqument üstündən kosinus 2 alfanın açılışıdır. Onda kosinus kvadratı 45 çıx sinus kvadratı 45'in yerinə qoya bilərəmmi? Kosinus 2 45. Kosinus 2 alfa. Yəni 90. Topla kök 3 bölü 2. Kosinus 90 xoşbəxtlikdən 0 olduğuna görə əlimizdə qaldı sinus 3x bərabərdir. Kök 3 bölü 2. 3x bərabərdir. Kök 3 bölü 2'ni olacaq deməli sinusun tənliyi mənfi 1 üstü k arc sinus kök 3 bölü 2 topla pi k. Düsturu əzbərimizdən bilməliyik. O da olacaq mənfi 1 üstü k arc sinus kök 3 bölü 2 o deməkdir ki kök 3 bölü 2'nin neçə dərəcədə alır? 60 dərəcədə topla pi k. Hər tərəfi 3'ə vursaq mənfi 1 üstü k hər tərəfi 3'ə vuranda pi bölü 3'ə vuranda 3 gedəcək qalacaq pi. Pi k'nı 3'ə vuranda olacaq 3 pi k. X tapmaq üçün hər bir həddi üzr istəyirəm, mən səhv yazdım.
Səhv yazdım. 3'ə bölməliyəm mən. Hər tərəfi 3'ə bölməliyik. Hər tərəfi 3'ə bölmək 3'də 1'ə vurmaq deməkdir. Hər tərəfi 3'ə böləndə olacaq pi bölü 3'ü, bir də 3'ə böləcəm, pi bölü 9 olacaq. 3'də 1'ə vuracam. Deyir. Pi kan da 3'də 1'ə vuranda pi k bölünsün 3 olacaq. Bu da oldu onun yekun cavabı. Suallara keçəcəyik indi. Saat 00:31. 14 avqust. Deməli, sinüs x topla kosinüs x kvadratı. Yəni a plus b'nin mötərizə kvadratı necə idi? A plus b'nin mötərizə kvadratı. A kvadratı topla b kvadratı topla 2ab olar. Onda açaq da sinüs kvadratı topla kosinüs kvadratı topla 2ab. Yəni 2 sinüs kosinüs. Sağ tərəfi isə necə yazaq? 5 pi bölü 3'dür. Pi çıx pi bölü 3 yaza bilərəm. Dərs mənim hardan ağlıma gəlsin. O 5 vuraq pi bölü 3 60. Pi bölü 3 60 deməkdir. 5 pi bölü 3 5 dənə 60. 300 deməkdir. Kosinüs 300 dərəcəni 360 çıx 60 yaza bilərikmi? Sinüs kvadratı topla kosinüs kvadratı edir 1. 2 sinüs x kosinüs x kimin açılışıdır? Sinüs 2x'in açılışıdır da. Bərabərdir 360'da ad dəyişimi çevirmə düsturudur da bu. Kosinüs 60 4-cü rübə düşür 360'dan çıxanda. Bu da müsbətdir. 1 topla sinüs 2x bərabər oldu kosinüs 60'ın qiymətini yerinə qoyuram. 1'i sağ tərəfə keçdəndə 2'də 1'dən 1 çıxılacaq, mənfi 2'də 1 qalacaq. 2x bərabərdir mənfi 2'də 1'dir. Ha, sinüsün mənfisi qeyd. Yuxarıda 5-ci düstur. Mənfi 1 üstü k plus 1 təkrar edirəm. Düsturu qabağınıza qoyub işləməyin. Düsturu əzbərdən bilin, sonra soruşun. Mənfi 1 üstü k plus 1 arc sinüs moduldan mənfi 2'də 1. Moduldan mənfi 2'də 1'dən 2'də 1 çıxacaq. Topla pi k. 2x bərabərdir mənfi 1 üstü k plus 1 arc sinüs 2'də 1. 2'də 1'in istəriz alır 30 dərəcədə. Topla pi k'dır. Hər tərəfi 2'yə bölmək, 2'də 1'ə vurmaq deməkdir. Mənfi 1 üstü k plus 1 pi bölü 6'nı 2'yə böləndə pi bölü 3 qalmayacaq. Ha. Pi bölü 12 2'də 1'ə vurursan axı. Topla pi k'nı da 2'yə böləndə pi k bölünsün 2 kimi qalacaq. İkinci cavab bu şəkildə veriləcək. Keçirik trigonometri təlimlər üçün xüsusi hallara. Xüsusi hallar ancaq sinüs kosinüsə aiddir və onların da -1, 0, 1 qiymətlərinə aiddir. Yəni tangensin, kotangensin xüsusi halı olmur. 2'də 1'in kök 3 bölü 2'nin xüsusi halı olmur. Xüsusi halı ancaq sinüslə kosinüsün sağ tərəfində -1, 0, 1 gördünüzsə bilin ki, xüsusi halıdır. Artıq yuxarıdakı 5 dənə üstündən işləməyəcəyik. Sinüs x bərabərdir -1 xüsusi halı bu deməkdir ki, -2'də 1 topla 2 pi k. -pi bölü 2 topla 2 pi k. -pi bölü 2 topla 2 pi k. Sinüs x bərabərdir 1 pi bölü 2 topla 2 pi k. Kosinüs x bərabərdir -1 pi topla 2 pi k. Kosinüs x bərabərdir 1 sadəcə 2 pi k. Niyə bunları belə dedim? Sıfıra xüsusi hallarını ayrı deyəcəm. Adətən uşaqlar bunu əzbərləyəcəklər. Ya da çevrədə bu müəllim isbatını verməsi lazımdırsa. Əzbərləyəcəksinizsə bir asan üsul deyim də sizə. Sanki sinüs x bərabərdir -1 dedim. Nə vaxt xüsusi hal? -1, 0, 1. Başqa xüsusi hal olmur. -1'i nə vaxt alır? -90'da. Da 270'də buna aid. Əslində 270 bu halın içindədir. Dərs mənim -1 270'də alır. -90'a yazacaqsınız. Mənfi cavablar bu formada verirlər. Yəni 3 pi bölü 2 topla 2 pi k desəniz səhv deyil. Bu əslində bunun alt çoxluğudur. Sadəcə variantları adətən elə vermirlər. Doğrudur yəni o yazılır. -1 nə alır? Nə vaxt alır -90'da? 1 nə vaxt alır? Sinüs müsbət 90'da. -1'i kosinüs nə vaxt alır? Kosinüs də bu. 180 dərəcədə -1 alır. Bu 2 pi k'nın qabağında heç nə yoxdur. Əslində bu 0 topla 2 pi k'dır da, eləmi? 1 nə vaxt alır kosinüs 0'da. Yəni demək istəyirəm ki, sağ tərəf -1 olanda o dəqiqə düşünsən ki, -1 nə vaxt alır? Sağ tərəf 1 olanda o dəqiqə 1 nə vaxt alır? O dərəcədə aldığı qiyməti yerinə qoysan. -1 kosinüs alır 180 dərəcədə. Deməli, xüsusi halların bütün dövrlərinə baxsanız 2 pi k'dır. Baxın, dövr hamısı 2 pi k'dır. Çünki niyə dövr 2 pi k'dır? Sinüs -1'i
360 dereceden 1 alır. Başka hiç vaxt almır. 270'de alır. Bir de normal növbəti 360'dan sonra 270'de alır. Kosinüs -1 bir dənə 180'de alır. Sonra yine 360'dan 1 alır. Sinüs 1'i ancak alır 90 derecede. Sonra yine 360'dan 1 alır. Yani dövr ona göre 2 pi k'dır ki sinüs kosinüs həmən qiyməti 360 dereceden 1 aldığına göre 360 derecede bir dəfə aldığına göre dövr 2 pi k olur. Yani 360 k. 2 pi k yani 360 k deməkdir, değil mi? Gəldik növbəti xüsusi hala. Sinüs 0 xüsusi halı. Pi k'dır. Hər 180 dereceden 1 0 qiymət alır. Pi k yani 180 k. Çünkü sinüs 0'ı 0'da alır. Üstüne 180 gelir. 180'de gelir. Üstüne 180 gelir. 360'da alır. Yani pi k onun dövrüdür. Her 180 dereceden 1 pi k'dan 1 pi k 180 k ondan 1 yani 0 alır. Kosinüs 0 ne vaxt alır? Bayaqki məntiq doğrudur. 90 derecede alır. Topla pi k yani her 180 dereceden 1 0 alır. 0 qiymətini hər 180 dereceden 1 alır. Veyahut da əzbərləmək istəyirsiniz. Çox özür istəyirəm. Əzbərləmək istəyirsinizsə bir əzbərləyə bilərsiniz ki 0 hallarında dövr pi k'dır. Qalan hamısında dövr 2 pi k'dır. Dövrün qabağındakı qiymətlər isə həmən qiymətə uyğun cədvəldir. Həmən qiymətə uyğun cədvəldir. Aydın olur. Deməli, xüsusi halları necə yada saxlayacağıq? İcazənizlə bir dənə səbirli olun. Bir dənə bunları mən təzədən silin. Həyəcanlıyam deyə əlim əsir. Çox tez həyəcanlanan insanım. Çox həddindən artıq. Özümdən asılıdır. Deməli, əzbərləmək istəyənlər üçün xüsusi hallar sinüs kosinüs aiddir, mənfi 0 hallarına aiddir. Mənfi 1 və 1-də sinüsdə də kosinüsdə də dövr nə olur? Dövr 2 pi k olur. Dövr ancaq 2 pi k olur. Sıfırda isə dövr nə olur? Pi k olur. Qabaqdakı qiymətlər isə cədvəl qiymətləri ilə eynidir. Bir dənə sinüs mənfi bir xüsusi istisna olmaq şərtilə. Qabaqdakı qiymətlər cədvəl qiymətlərinin eynidir. Mənfi 1 ilə 1-də dövr 2 pi k'dır. Sıfırda dövr, digərinin dövr pi k'dır. Belə bir qeydimiz var ki, sinüs kvadratı topla kosinüs kvadratı a və kosinüs kvadratı a tənliklərini həlli və plus minus kök almırıq. Yəni tutaq ki, sinüs kvadratı x bərabərdə 4'də 1 verilibdir. X sinüs bərabərdə plus minus 2'də 1 eləmək eləyə bilərsiniz. Sadəcə onu çevrədə kəsdirmək lazım. Bu da biraz mürəkkəbdir deyə biz dərəcəni kvadrat gördük, dərəcəni aşağılma üstünü tətbiq edib dərəcədən kvadratdan qaçırıq. Yadda olarmı? Sinüs kvadratı gördünüz, kosinüs kvadratı bərabərliyin sol tərəfində gördünüz, dərəcəni aşağılma üstü tətbiq edilir. Dərəcəni aşağılma üstü tətbiq edirəm, xatırladıram. Sinüs kvadratı 1 minus kosinüs 2x bölü 2'dir. Kosinüs kvadratı dərəcəni aşağılma üstürü onun qoşmasıdır. Elə bir ki, bir topla kosinüs 2x bölü 2'dir. Modul görsəniz nə edəcəksiniz? Misal üçün, modulda sinüs x bərabərdir 1. Bunu sinüs x bərabər plus minus 1 eləməyəcək. Yenə çevrədə olaraq kəsmək çətin mürəkkəb olduğuna görə nə edəcəyik? Kvadrata yüksəldəcək. Modulu yox eləmək üçün bərabərliyin sol və sağını kvadrata yüksəldib modulu yox eləyəcəyik. Sonra kvadrat gördük, nə edirik bəs? Bayaqki kimi dərəcəni aşağılmasını tətbiq edəcəyik. Deməli, nə oldu bəs? Modul gördük kvadrata, moduldan qaçmaq üçün kvadrata yüksəldirik. Kvadrat görsən nə edəcək? Biz kvadratı yox eləmək üçün dərəcəni aşağılmasını tətbiq edirik. Modul gördün kvadrata yüksəldirsən, kvadrat gördün dərəcəni aşağılmasını tətbiq edirsən. Qaydanı diqqətlə oxusanız, burada hər şeyi verilibdir. Keçək indi xüsusi hallara. Təbii ki, çarpaz vurulacaq kəsildə. Çarpaz vuranda olacaq kosinüs 4x bərabərdir. Tangens 77 vurulsun tangens 13. Tangens alfa, kotangens alfa xatırlayırsınızsa 1'ə bərabərdir. Tangens 77'nin yerinə kotangens 13 yaza bilərəmmi? Sağ tərəfdə olduğu kimi qalsın 90'dan çıxmaq. Tangens 13, kotangens 13 nəyə bərabərdir? Tangens alfa, kotangens alfa. 1. Tangens 13, kotangens 13. 1. Deməli, bu 1'dir. Oldu bu xüsusi hal. Kosinüsün 1 xüsusi halına baxın. Kosinüsün 1 xüsusi halı. 2 pi k idi. X-də bərabərdir
2 pi k'nı bölməlisən 4'e. X tapmaq sualı həll etmək deməkdir. Hə? Pi k bölünsün 2 qaldı mı? Bax, cavab formada veriləcəkdir. Sinus x bərabərdir. Kosinus kvadratı 14'ü sağ tərəfə keçəndə olacaq sinus kvadratı 14 topla kosinus kvadratı 14. Sinus kvadratı alfa topla kosinus kvadratı alfa 1 değil mi? Sinus kvadratı 14 topla kosinus kvadratı 14 əlbəttə 1'e bərabərdir. X bərabərdir. 1 sinusun 1 halına bakın. Pi bölü 2 topla 2 pi k. Əzbərləmək istəməyənlər müəllimindən isbatını soruşsun. Cədvəldə baytar adresi çevrədə isbatını versin. Əzbərləmək istəyənlər sağ tərəfdə sinusun, kosinusun sağ tərəfində 1 gördünüz, mənfi 1 gördünüz, 0 gördünüz, birinci xüsusaldır. Xüsusalda 6 dənə xüsusalı əzbərdən biləcəyik. Modul gördük, nə edirdik? Bərabərliyin sol və sağını kvadrata yüksəldirdik. Kvadrata yüksəldəndə artıq modulda yazmıram, çünki kvadrata yüksəldirəm. Modul görsəniz kvadrata yüksəldə bilərsiniz. Əgər bu modulda olmasaydı, kvadrata yüksəltmək olmaz. Dövr itər. Çünki kvadrata yüksəldəndə funksiya ancaq müsbət tərəfdə dövr eləyəcək deyə dövrümüz səhv alınacaq. Dövr pi k-dırsa 2 pi k alacaq və yaxud da 2 pi k-dırsa biz pi k alacaq. Çünki kvadrata yüksəldəndə funksiya ancaq müsbət tərəfdə dövr eləyir. Amma bu modulda olmayanda, modulun yönündə mütərizə olsaydı, köməkçi arqument daxil etmə üsulunu həll edəcəkdik. Yəqin ki, ona nümunə gələcəkdə qabağımıza çıxacaqdır, böyük ehtimal. Modul olanda bəs niyə kvadrata yüksəlmək olar? Zaten modul olduğuna görə müsbət qiymətlər alır. Kvadrata yüksəldəndə də müsbət qiymətlər alır deyə dövrü pozulmamış olur. Amma modulda olmayanda həm müsbət, həm mənfi qiymətlər ala bilər deyə kvadrata yüksəlmək dövrü pozmaq deməkdir. İndi a plus b'nin kvadratı kimi açıram. A kvadratı topla b kvadratı topla 2ab. Kosinus kvadratı topla sinus kvadratı topla 2ab. Yəni 2 sinus kosinus. Bərabər də kök 2'nin kvadratı 2 ilə, değil mi? Sinus kvadratı kosinus kvadratı 1 eləyir. 2 sinus x kosinus x açılış değil mi? Sinus 2x'in açılışıdır da. 2 kat arqument tuturanı əzbərdən bilməliyik. 1 keçdi sağ tərəfə. Oldu 2 çıx 1. 1. Sinus 2x bərabərdir 1. Sağ tərəfdə 1 gördün, nədir bu? Xüsusaldır. 2x bərabərdir 1 beləydi. Pi bölü 2 topla 2 pi k. Pi bölü 2'ni də 2'ye böləcəm. Pi bölü 4, 2 pi k'nı da 2'ye böləcəm. O da pi k. X'in qabağında 2 var deyə 2'ye bölməyi unutmayın. Yəni x tapandan sonra sualın həllini tapmış olursunuz. Bilmiyorum, deyəsin bu bloka gəlibdir. Ya buraxışa ya bloka gəlmiş sualdır bu. Hatırlıyorsunuz mu? 1 üstə ilə tangens kvadrat x 1 bölünsün kosinus kvadrat x. Hatırlıyorsunuz mu? 1 üstə gələk kotangens kvadrat x 1 bölünsün sinüs kvadrat x. 1 üstə gələk kotangens kvadratı 2x. 1 üstə gələk kotangens kvadratı 2x bərabərdir mi? 1 bölünsün sinüs kvadratı 2x. Baxın, arqument x olanda x olur. 2x olanda 2x olur. Deməli, 1 bölünsün sinüs kvadratı tərsinə bunun yerinə nə qoya bilərik? 1 topla kotangens kvadratı 2x. Sol tərəf olduğu kimi köçürdürəm. Kotangens kvadratı 2x. 1 bölünsün sinüs kvadratın yerinə nə qoydum? 1 topla kotangens kvadratı 2x. İxtisar deyil ha, bu sağ tərəfə keçəndə 1 plus 1 minus olub islah gedəcəkmi? Olacaq. Kosinus 3x bərabərdir 1. Yenə sağ tərəfdə 1 gördük. Mənfi 1 gördük. Xüsusaldır. 3x bərabərdir. Kosinusun 1 xüsusalı 2 pi k'dır. Bunda x bərabərdir 2 pi k bölünsün 3. Variantlarda da belə də veriləcək cavab. Gəldik əvəz etmə üsulu. Məşhur üsuldur. Çox istifadə olunur. Xüsusən də buraxışa bu tip suallar çox gəlir. Əvəz etmə üsulu. Deyir ki, a sinüs kvadratı topla b sinüs topla s kvadrat əlini oxşayır. A kosinus kvadratı topla b kosinus topla s eyni şey tangesindən, eynisi kotangesindən veriləndə şəklində verilir. Belə tənlikləri həll etmək üçün əvəz etmə aparıb. Məsələn, sinüs bərabərdir t-yə və yaxud da kosinusa t deyirsən, və yaxud tangesə t deyirsən, kotangesə t deyirsən. Əvəz etmə aparıb. Hər bir tənliyi kvadrat tənliyə gətirmək lazımdır. Kvadrat tənliyin köklərini tapandan sonra alınmış kökləri əvəz etmədə sinüs bərabərdir t əvəz etmişdir ha və yaxud da kosinus bərabərdir t əvəz etmişdir ha. Orada t'nin qiymətini yerinə yazıb triqonat tənliyi həll etmək lazımdır. Həmən örnək verir.
Kosinüs 2x'dir. Amma sinüs kvadrat. Mesela sinüsə burada t desən, bəs kosinüsə nə deyəcəksən? Başa düşə bildinmi? Burada diqqətli olmaq lazımdır. Ancaq trigonometrik birindən asılı olmalıdır. Ya ancaq sinüsdən, ya ancaq kosinüsdən. İndi sinüs kvadratının yerinə qoya bilərəm 1 minus kosinüs kvadratı. Axı sinüs kvadratı topla kosinüs kvadratı 1-ə bərabərdir. Sinüs kvadratı 2x'in yerinə qoya bilərəm 1 minus kosinüs kvadratı 2x. 3 kosinüs 2x keçdi sol tərəfə, 2 keçdi sol tərəfə bərabərdir 0. Kosinüs 2x'ə t desəm, bu da olacaqmı t kvadratı? Gələk kosinüs 2x harda görsək yerinə t qoyaq. 2 vıraq 1 çıx t kvadrat eləyəcəkmi bu? Kosinüs 2x'ə t dedimmi? Çıx 3t eləyəcəkmi? Sonra bunu vurub açıram. 2 minus 2t kvadratı minus 3t minus 2 bərabərdir 0. 2'lər ixtisar yox. İslah getdimi? Hər tərəfi mənfi 1'ə vursam 2t kvadratı topla 3t bərabərdir sağ tərəf 0 deyə. Hər tərəf mənfiyə vuranda problem olmur. Yəni 0'ın işarəsi yoxdur da. T'nin ortaq vuruq çıxarsam bu diskriminantla elənisi viyyət deyil də bu. Yəni kvadrat tənlik deyil də. Sərbəst ədəd olmadığına görə T'nin ortaq vuruq çıxardıb hasil kimi göstərə bilərsiniz. Hasil 0'a bərabər olduğuna görə hər bir vuruğu ayrı-ayrılıqda 0'a bərabər veririk. Kvadrat tənliyin həlli üsuludur. İnşallah mövzu zamanında gələcəkdə verəcəm. Buradan t'ni həll edim -1,5. Kosinüs. Bir də buradan t'ni həll edim nə? 0. Gətirib yerinə qoyacağım t'nin yerinə. Kosinüs 2x bərabərdir -1,5. Niyə bunun həlli yoxdur? Demişdik kosinüsün nə vaxt həlli var? -1 ilə 1-in arasında olanda. -1-dən kiçikdirsə həlli yoxdur. Növbəti əvəzləmənin yerinə qoyuram. T'nin növbəsi qiyməti nə idi? 0 idi. Kosinüs 2x bərabərdir 0 tənliyin həlli. Sağ tərəfdə 0 gördünüz nədir bu? Xüsusi haldır. 2x bərabərdir. Kosinüsün 0 xüsusi halı. Pi böl 2 topla pi k idi xatırlayırsınızsa. X tapmaq üçün nə etməliyəm? 2'yə bölməliyəm. 2'yə bölmək nə deməkdir? 2'də 1'ə vurmaq deməkdir. Pi böl 4 topla pi k bölünsün 2. Pi böl 4 topla pi k bölünsün 2. Növbəti əvəzmə aid sualdır, amma əvvəlcə kökü itirməliyik. Kökü itirmək üçün nə etməliyik? Kökü bərabərliyin bir tərəfində tək saxlayaq ki, bunu keçirdək sağ tərəfə, sonra hər tərəfə kvadrata yüksəldək, kökü itirək. Olar mı? Bərabərliyin sol və sağını kvadrata yüksəldirəm və hər bir prosesi göstərirəm ki, başa düşsün də şagird. Hər tərəfə kvadrata yüksəldim. Köklə kvadrat getdi, qaldı mı 10 topla kosinüs kız. Sağ tərəfə kvadrata yüksəldiyində birincinin kvadratı 4 topla çıx. 2 vur kosinüs x. Bunlar bir-birinə vurandan sonra bir də 2'ye vuranda 4 kosinüs x eləyəcəkmi? Topla kosinüs kvadrat x. İndi bunların hamısını sağa yığıram. Olar mı? Bunu da sağa yığıram, bunu da sağa yığıram. Demək sağ tərəfi köçürdürəm 4. Çıx 4 kosinüs x sağ tərəfi olduğu kimi köçürtdüm mü? İndi kosinüs x keçir sağ tərəfə. Olur mənfi kosinüs x. 10 keçir sağ tərəfə. Olur mənfi 10. Anlaşılır mı? İndi kosinüs kvadrat x ən dərəcəsi ən böyük olanı birinci yazırsan. -4 kosinüs x, bu da mənfi kosinüs x. -5 kosinüs x eləyərmi? Əmsallar cəmlənir də. Sərbəst ədədimiz burada müsbət 4'dür. Burada -10'dur. -6 eləyərmi? Gördüyünüz kimi burada kosinüs x-ə t deyəndə, əvəzləmə üçün həll eləyəndə t kvadratı çıx 5t çıx 6. Kvadrat tənliyi həll elədik. Daha doğrusu kvadrat tənliyi aldıq. İndi kvadrat tənliyi həll eləyək. İstəyən bunu diskriminantla, istəyən viyyətlə bunu həll eləyər. Əgər kvadrat tənliyi həll edə bilmirsinizsə, bu çox ciddi problemdir. Bir 11-ci sinif şagird, bir 10-cu sinif şagird belə bir kvadrat tənliyi heç olmasa ən pis halda diskriminantla həll eləyə bilmirsinizsə, burada bu videonu saxlayıb gedib kvadrat tənliyi həll eləməyi öyrənməniz lazımdır. Viyyətlə eləmək nə gözəl. Kökləri cəmi 5, kökləri cəmi ikinci həddin əksi 5, kökləri hasili -6, yəni sərbəst həddə. Kökləri cəmi viyyət budur da, kökləri cəmi ikinci əmsalın əksinə, kökləri hasili sərbəst həddə bərabərdir. Hansı hədləri cəmləyəndə 5 eləyər, amma vuranda -6 eləyər. 6 ilə -1. Cəmləyəndə 5 falan da gücdür. Gətirib əvəzləmədə yerinə qoyuruq.
Kosinus x bərabərdir 6 tənliyin əlbəttə həlli yoxdur. Niyə? Çünki birdən böyük olarsa həlli yoxdur. Qaydaya bax. Lap yuxarıda da mövzu başlayanda izah eləmişdim. Kosinus x bərabərdir mənfi 1. Sağ tərəfdə mənfi 1 gördük. Nədir bu? Xüsusaldır. Kosinusun mənfi 1 xüsusalı əzbərimizdə varmı? Bəli. Pi topla 2 pi k. Növbəti bir qeyd var. Sinus kvadrat ax topla kosinus kvadrat bx bərabərdir. Bunun isbatını verəcəm. Bərabərdir 1-dirsə, isbat budur ki, pi k bölünsün a plus b ilə, daha doğrusu düstur belədir ki, pi k bölünsün a plus b ilə həll edə bilərsiniz. Yəni sinusla kosinusun kvadratları cəmi, amma bucaqlar müxtəlif olmaq şərti ilə. Bucaqlar müxtəlif olmaq. 1 verilibsə, bunun həlli birbaşa pi k bölünsün a plus b-dir. Pi k bölünsün əmsalların cəmidir. Bu birinci üsul düstur üsuludur. Düstura baxıb işləyəcəyik. Gördüyünüz kimi a-mız 3-dür. X-in əmsalı burada neçədir? 1-dir. B-miz 1-dir. Düstur necə idi? Pi k bölünsün a plus b. Yəni cavab oldu pi k bölünsün 4. Desəniz mən bəs bu ətraflıya düşə bilməzmi? Bəlkə düşər çətin sual kimi. Zaten ətraflara son düşmür ki. 11-lərdə son 7 sual ətraflı olur. Ətraflıya düşərsə praktik üsulla öyrənirəm. Ətraflı həll. Sinus kvadratı biraz uzun gedəcək. Mən görək bağışlayasınız. Sinus kvadratı topla kosinus kvadratına tətbiq edilən hər birinə dərəcəni aşağı salma düsturu. Sinus kvadrat dərəcəni aşağı salma düsturu 1 minus kosinus 2 arqument 1 minus kosinus 2 alfa bölü 2. 3x olduğuna görə arqumentimiz 1 minus kosinus 6x bölü 2 olacaq. Kosinus kvadratı isə dərəcəni aşağı salma düsturu 1 topla kosinus 2x idi. Argumentimiz x isə 1 topla kosinus 2x böl 2 olacaq. Bərabərdir 1. Hər bir həddi 2-yə vururam. Birinci kəsri 2-yə vuranda 2-yə gedəcək. 1 çıx kosinus 6x qalacaq. İkincini 2-yə vuranda 2-yə gedəcək. 1 topla kosinus 2x qalacaq. Sağ tərəfdə 2-yə vurmalıyam ki, bərabərliyin sol və sağını 2-yə vurmaq olar da. Bərabərdir 2-yə. Bu 1-lə, bu 1 ikisi də müsbətdir. Qabaqları, sol tərəfləri müsbətdir axı. Bu mənfi kosinus aiddir. Bu birlərin ikisi də müsbətliyə cəmlənəcək olacaq 2. Üstə gedək kosinus 2x müsbətli deyə qabaqda yazıram. Çıx kosinus 6x bərabərdir 2-yə. Bu 2 sağ tərəfə keçəndə bu 2-ni islah edəcək. Qalacaqmı kosinus 2x çıx kosinus 6x bərabərdir 0. Normalda bunu sağ tərəfə keçib plus minusla da eləyə bilərəm. Amma istəyirəm ki, ətraflı yazaq. Kosinus alfa çıx kosinus beta. Bura kimi yarıbal var. Kosinus alfa çıx kosinus beta tətbiq eləyək. Fərqin hasilə gəlmə düsturu. Mənfi 2 sinus 2x çıx. Bütün gedişləri yazıram deyə uzun gedir şagirdlər. Mənfi 2 sinus alfa çıx beta bölü 2. Vır sinus alfa topla beta bölü 2. Xatırlayırsınızsa. Bərabərdir 0. Mənfi 2 sinus 2x çıx 6x bölü 2. Eləyəcək mənfi 2x. O mənfini də qabağa çıxardığında müsbət 2x qalacaq. Bildinizmi? Çünki sinus funksiyası mənfini qabağa verir. Bu da 4x eləyəcək 2-yə bölündən sonra. İndi növbəti videonun davamında keçəcəyik. Hasil formasında verilən. Hasil formasında verilən trigonometrləri həll etmək üçün hasili cəmə gətirib, daha doğrusu hər bir vurğu ayrı-ayrıqda sıfıra bərabər eləmək. Ümumiyyətlə 8-ci sinifdən bilirsiniz ki, hasil formasında verilən təlimləri həll etmək üçün hər birini ayrı-ayrıqda sıfıra bərabər eləməliyik. Da 2-ni rəqəmdir deyə sıfıra bərabər eləmirəm də. Funksiyaları sinus 2x bərabərdir sıfıra, bir də sinus 4x bərabərdir sıfıra. 2x bərabərdir 0 pi k-dır, 0 xüsusi haldır pi k-dır. X bərabər oldu pi k bölü 2. 4x bərabərdir 0 xüsusi halı sinusda pi k-dır. X bərabərdir pi k bölünsün 4. Gəldik yenə dananın quyruğunun qopduğu yerə ki, cavab hansı götürüləcəkdir. İndi izah edəcəm. Görüm ona aid başqa bir başlıq vermişəmmi? Bu parçada köklərin tapılmasıdır. Birincisi gətirilənlərdir. Eyni arı ilə qutarır. Verməmişəm. Yəni bu köklərin kəsişdirilməsidir. Çevrədə belə baxın, hasil formasına verilənlərdə sağ tərəfə 0 isə hər biri sıfırlıqları həll edilir.
Bu cavablar çiftlərin əbubu götürür. Burada qayda kimi izah eləmişəm. Bu lövhədə qayda kimi izah eləmişəm şagirdlər. Hasil formasından veriləndə hər birinin sıfıra bərabərliyib həll edəndən sonra cavab olaraq köklərin əbubu götürüləcək. Qayda kimi bunu bilə bilərsiniz, öyrənə bilərsiniz. Amma göstərəcəm ki, niyə əbub götürülür. Biri pi k bölü 2'dir. K'nın yerine 1 koysanız biri 90'dır, biri 45'tir. Düzdür mü? Pi bölü 2 bir de pi bölü 4. 90 ile 45'in əbubu. 90 ile 45'in əbubu ne eləyər sizcə? 90 ile 45'in əbubu. Bir ədəd digər ədədə bölünürsə, əbubu balacaya, əkol böyüyə bərabərdir. Elə mi? Pi bölü 4. K da onu dövrdür. Yəni cavab oldu pi k bölü 4. Hətta saxlayarsınız, məxrəci böyük olan götürülür. Və ya da saxlaya bilərsiniz ki, daha kiçik olan kök götürülür. Bu 45K'dır, bu 90K'dır. Hansını götürəcəm? Daha kiçik olanı 45K'dır. Niyəsini izah eləyirəm, maraqlı gəlirsə baxa bilərsiniz, maraqlı gəlmirsə növbəti sualın həllinə keçə bilərsiniz. Şagirdlər, pi k bölünsün 4'ün köklərini göstərirəm. K'ya qiymət ver. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8'dən qiymət verir. K'ya 1 verəndə pi bölü 4. K'ya 2 verəndə K'nın yerinə 2 qoyun. İxtisar gedir pi bölü 2. K'ya 3 verəndə 3 pi bölü 4. K'ya 4 verəndə pi. 5 verəndə 5 pi bölü 4. 6 verəndə 6 ilə 4 ixtisar gedəcək. K'nın yerinə 6 qoya bilərsiniz. 3 pi bölü 2 bəs. İndi K'nın yerinə şagirdlər pi k bölü 2 öbürsü köklüdə, eləmi? K'nın yerinə yenə 8'ə qədər qiymətlər qoyacağım. Altda dayandım mən. 8'ə qədər qiymətlər qoyayım. K'ya 1 verirəm. Pi bölü 2. İndi burada verirəm. K'ya 2 verəndə 2'lər getdi. Pi. 3 verəndə 3 pi bölü 2. 4 verəndə 2 pi. K'ya burada 7 versək nə olacaqdı? 7 pi bölü 4. 8 versək 2 pi. Mən nə göstərmək istəyirəm sizə? Və bəs bu qədər. Fikir verin. Bu daha çox kökdür. Bunun kökləri onun alt çoxluğudur. Fikir ver. Pi bölü 2 var burada. Pi var burada. 3 pi bölü 2 var. 2 pi var. Yəni pi k bölü 2 ödəyən bütün köklər zaten burada var. Ona görə biz cavabı daha kiçik olan götürürük. Amma pi bölü 4 kökü məsələn burada yoxdur. 3 pi bölü 4 burada yoxdur. Aydın oldu, niyə onu götürə bilmərik? Yəni biz cavabı pi k bölü 2 götürsək böyük bir yanlış yapırıq ki, bunun bu köklərini unutmuş oluruq. Məntiq budur ki, çünki niyə görə kiçiyi götürürük? Çünki bu onun alt çoxluğudur. Pi k bölü 4'ü götürəndə zaten bunu götürmüş oluruq. Aydındır. Bunu icazənizlə siləcəm şagirdlər. Sizə lazımdırsa öyrəndiniz ki, K'ya 1'dən 8'ə qədər qiymət verirsən, görürsən ki, hansının alt çoxluğudur? Daha çox kök olanı, daha geniş olanı götürmüş də, hə? Yenə birinci üsulumuz nədir? Birinci üsul düstur usuludur. Cavab nə idi? Pi k bölünsün a plus b. A'mız x'in əmsalı 2'dir. B'miz x'in əmsalı 4'tür. Onda olacaq pi k bölünsün a plus b, yəni 6. Cavab oldu pi k bölünsün 6. İkinci üsul maraqlıdırsa, ətraflı. Necə yazacağıq? Baxın. Hər ikisinə dərəcəni aşağı salma düsturu. Kosinus kvadratı alfa 1 topla kosinus 2 alfa bölü 2. Üstəgələ sinus kvadratı alfa 1 çıx kosinus 2 alfa, yəni 8x bölü 2. Hər bir həddi 2'yə vururam. 1 topla kosinus 4x. 2'yə vururam. 1 çıx kosinus 8x bərabər 2. Hər bir həddi 2'yə vurdum mu? Bu birlər cəmləndi. Elədi 2. Üstə gələk kosinus 4x çıx kosinus 8x bərabər 2. Bu 2 sağ tərəf ikisində bundan gedəcək. Qaldı əlimizə kosinus 4x
çıx kosinus 8x. Toplama çıxma gördün. Hasilin cəmi fərqin və cəmin hasilə gəlməlidir. Kosinusların çıxması. -2 sinus 4x çıx 8x bölü 2. Vuraq sinus 4x topla 8x bölü 2. Mənfi qabağa çıxanda qalacaq 2 sinus 2x. Sinus təyin funksiyada mənfini qabağa verir və getdik hasil formasına. Hasil formasına getdiksə hər birini ayrılıqda sıfıra bərabərləyib köklərin əbobunu tapırıq. 2x bərabərdir pi k-ya. 0 xüsusi halda, eləmi? Ona görə pi k-dır. Pi k bölü 2 sinus 6x bərabərdir 0-a. 0 xüsusi halda. Sinusun 0 xüsusi halı pi k-dır. X bərabər olur pi k bölü 6. Hansı daha kiçikdir? Pi k bölü 6. Daha kiçik olanı götürdük. Və yaxud da k-ya 8 dənə qiymət versəniz, görərsiniz ki, pi k bölü 2 zaten onun nəyidir? Açıq oldu. Ona daxildir. Və yaxud da qayda kimi nə yazmışdıq aşağıda? Əbub, k-nın yerinə 1 qoysanız, bu olar mı pi bölü 2? Yəni 90 ilə 30'un əbubu. K-nı elə bir ki, orta fırıq çatmışam da, hə? Başa düşə bildiniz mi? 90 ilə 30'un əbubu. K orta fırıq kimi çıxıb, 90 ilə 30'un əbubu ilə 30 eləyər. Yəni pi bölü 6 eləyər. Bu da necə yazılır? Pi k bölü 6. Ya qaydanı öyrənin, hasil formasından veriləndə əbubu götürülür. Ya məndən olsa bunun 8 dənə k-ya qiymət verdim ha. O formada öyrənin ki, hansının açıq olduğu. Hansı bütün cavabları ödəyir. Onu götürəcəksiniz. Deməli, bu sualın cavabı oldu. Pi k bölünsün 6. Yenə ümumi təzdən qayda kimi izah edirəm ki, hasil formasında verilərsə, bərabərliyin sağ tərəfi 0 isə hər bir aralıqda 0-a bərabər edilib həll ediləcək. Bu zaman cavab olaraq nə götürəcəyik? Bu zaman cavab olaraq köklərin əbubu götürüləcək. Tapdığımız cavab funksiyanın təyin oblasına daxil olmalıdır. Yəni, nə olsun ki, əbubu pi k bölü 4 elədi? Pi k bölü 4 kosinusu mənalı edirmi? Kosinus mənalı, üzr istəyirəm, orada yox, sualın özündə. Sualın özündə, tutaq ki, cavab pi k bölü 4 götürülür, deyil mi? Deyir, təyin oblasını ödəməlidir. Kosinus kvadratın pi k bölü 4'ün mənası varmı? 45 qoyanda mənası varmı? 3x qoyanda mənası varmı? Bəli, sinusla kosinusla həmişə mənası var. Yəni, deyir ki, tapdığımız bu cavab, bu verilən sualın təyin oblasını, x-ini ödəməlidir. Ödəmirsə, onda digəri cavab götürüləcək. Tapdığımız cavab deyir ki, verilən funksiyanın təyin oblasını ödəməlidir. Bu zaman bu axırıncı cümlə sizi qorxutdusa, tangis və kotangis olan suallarda diqqətli olacaqsınız ki, bu cavab yoxlamalıyıq. İndi başlayaq, bu tip suallara baxaq. Hasil formasında verilibsə, hər birini ayrı-ayrılıqda 0-a bərabərləyəcəyik. Köklərin əbobunu götürəcəyik. 2x bərabərdir. Sinusun 0 xüsusi halı pi k-dır. Cavab oldu pi k bölü 2. 4x bərabərdir. Sinusun 0 xüsusi halı pi k-dır. X oldu pi k bölü 4. İndi hansını götürəcəyik? Kiçik olanı götürəcəyik. Və yaxud da hansını götürəcəyik? K-nı ortaq fırıq çıxarsaq, əbubu k-nı ortaq fırıq çıxarsaq, pi bölü 2, pi bölü 4. 90 ilə 45'in əbubu elə 45 eləyər, vur k. Yəni pi k bölü 4. Cavab oldu pi k bölü 4. Pi k bölü 4 yəni 45 dərəcədir. Cavabımız 45 dərəcənin misilləridir. 45 dərəcədə sinusun mənası varmı? Əlbəttə ki, mənası var. Aydın oldu. Keçək, biraz daha sualları çətinləşdirək. Tangesi x 0, tangesi 2x. Tangesi x bərabərdir 0, hansı 0-a bərabərdir? Hər birini nə edirik? Ayrı-ayrılıqda 0-a bərabər edirik. X bərabərdir arc tangesi a topla pi k. Yəni arc tangesi 0 topla pi k. X bərabərdir. Arc tangesi 0. Tangesi 0 nə vaxt olur? Elə 0-da. 0 topla pi k. Arc tangesi 0 elə 0 deməkdir. Yəni 0 topla pi k yazmazlar da birbaşa pi k ilə yazarız. Ya da saxlaya bilərsiniz ki, tangesin 0-ı sinusun 0 kimi elə birbaşa pi k-dır. 2x bərabərdir. Yenə arc tangesi 0 topla pi k. Arc tangesi 0 elə 0-dır. Topla pi k ilə pi k. Bu da x bərabərdir. Pi k böl 2 olacaqdır. Normalda hansını götürməliyik? Kiçik olanı pi k, yəni 180 k, pi böl 2 k, yəni 90 k. Normalda 90 k-nı götürməliyik. Amma burada
K'nın yerine 1 qoyanda x bərabərdir pi böl 2 tangis x nə edir? Tangis pi böl 2-də cədvəldə boş çoxluqdur. Təyin olunmayıb. Ona görə bu cavab ödəmir. Normalda əbobunu tapanda, təkrar deyirəm, bu 180 K'dır, bu 90 K'dır. 180 ilə 90 əbob nə eləyir? Əbob pi ilə pi böl 2. K'nı ortaqlığı çıxartmışdır. 180 ilə 90 əbobu 90 eləyir. K'da 4. Pi K böl 2-dir cavab. Amma tangisi mənasız edir axı. Ona görə biz cavabını götürəcəyik, digərini götürəcəyik. Düzdür, yenə bu pi K onun nə idi? Alt çoxluğudur. Amma tangisi mənasız etdiyinə görə pi K'nı götürmək məcburiyyətindəyik. Bax, bu yuxarıdakı cümləmiz onu ifadə edirdi ki, tapdığımız cavab onun təyin olmasına daxil olmalıdır. Tangisinin təyin olmasında 90 yoxdur. Deməli, davam edirik. Hasil sıfıra bərabərdirsə, hər birini ayrı-ayrılıqda sıfıra bərabər edirik. Tangis x, bir topla tangis x bərabərdir sıfıra, bir də kosinus x bərabərdir sıfıra. Amma diqqətli olduq. Bunu burada həll eləmək olmaz. Bunu niyə həll eləmək olmaz? Tangis olan bir sualda kosinus x bərabərdir 0 həll etmək doğru deyil. Tangis x-in açılışı nədir? Sinus x böl kosinus x. Sualımızda tangis var? Var. Tangisin içində nə var? Sinus böl kosinus. Kosinus x bərabərdir 0-ı həll eləsək, məxrəci nə götürmüş oluruq? Məxrəci 0 götürmüş oluruq. Ona görə tangis olan bir sualda kosinus x bərabərdir 0-ın həlli var. Ha, bunu həll eləməmiz doğru deyil ki, məxrəci 0 qəbul etmiş olacağıq. Digərini həll eləyək. Tangis x bərabərdir. Bunu həll eləməkdə mənfi 1. X bərabərdir. Arctangis mənfi 1 topla pi k. Arctangis tək funksiyada mənfini qabağa verir. Bir nə vaxt alır? 45 dərəcədə topla pi k. Cavab belə də qalır. Mənfi böl 4 topla pi k. Bunu sağ tərəfə keçiddə eyniliklə eləmək olar. Məsləhət budur ki, bir saniyə gözləyin. Parçada qiymətlər vermək, gətirmək, qiymətləri hələ var. Burada dayandıracağım. 6-cı sualda videomuzu dayandıracağım. Məsləhət görürəm ki, sinusun, kosinusun toxunmasının çıxmasını görürüz, hasilə gətirirsiniz. Hasil sıfıra bərabərdirsə, hər birini ayrı-ayrıqda sıfıra bərabər edirik. Sinus alfa çıx sinus beta. 2 sinus alfa çıx beta böl 2. Alfa çıx 4x topla 1 çıx 4x minus 1 böl 2. 2 sinus alfa çıx beta böl 2. Kosinus alfa topla beta böl 2. Hasil sıfıra bərabərdir. 2 sinus. 11-ci sinif şagird bilər ki, bu mötərizədən çıxanda 4x-ə gedəcək. Birlər cəmlənəcək. Hə, mənfi var, 2 dənə. 1 topla 1 böl 2 ilə 1 eləyəcək. Vur kosinus. 11-ci sinif şagird bilər ki, bu mötərizələri açanda birlər gedəcəkdir. 4x topla 4x 8x böl 2. 8x böl 2. 4x qalacaqdır. Bu ədəddir. 2 ədəddir. Sinus 1 nədir bəs? Ədəddir. Hasil sıfıra bərabər olanda ədədi sıfıra bərabər olacaq. Sinus 1, sinus 57 dərəcə deməkdir. Yəni bu ədəddir. Onda bunu da atıram, bunu da atıram. Hasil sıfıra bərabərdirsə, kosinus 4x bərabərdir 0 olmalıdır, eləmi? Aydın olmalıdır. Belə bir ki, kök 2 plus 3 vurulsun x minus 2 bərabərdir 0. Bunu götürüb sıfıra bərabər eləməyəcək ki, hə? Bu ədəddir də. X çıx 2 sıfıra bərabər olmalıdır ki, hasil sıfıra bərabər olsun. Yəni x 2 olmalıdır da orada. Düzdür? Yəni ona görə bir sinus, uşaqlar deməm, sinus 1 niyə sıfıra bərabər eləmir? Sinus 1 ədəddir, ədəd necə sıfıra bərabər eləyir? Kosinus 4x bərabərdir 0. 0 kosinus xüsusi haldır. Kosinusun 0 xüsusi halı necə idi? Pi böl 2 topla pi k. 4-ə bölmək, 4-də 1-ə vurmaq deməkdir. Pi böl 8, pi k böl 4 doğru cavab kimi qalır. Kosinus ötürüyü belə rahat-rahat həll edə bilərsinizmi? İxtisar eləmək olmazsa, hər tərəfin kosinusda ixtisar eləyəndə kökləri itirirsiniz. Nə trigonometrik tənlikdə, nə xətti tənlikdə, nə kvadrat tənlikdə, sol və sağı dəyişənə ixtisar etmək olmaz. İxtisar edəndə kökü itirsiniz. Kosinus x-də t desəniz olurmu? 2t kvadratı bərabərdir. Kökü 0 olsun t. Sol tərəfə keçəndə artıq 0 kökünü itirməmiş olacaq. Sol tərəfə keçdik, t-ni ortaq vuruq çıxartdıq. 2t minus kök 3. Hasil sıfıra bərabərdirsə hər bir vuruğu ayrı-ayrılıqda sıfıra bərabər edirəm. Buradan tapacam mı? T bərabərdir. Kök
kök 3 bölü 2. Yeniləm t-nin yerinə qiymətini qoyuram. Nədir t-miz? Kosinus. Kosinus x bərabərdir 0 həll eləyəcəm. Bir də kosinus x bərabərdir kök 3 bölü 2. 0 xüsusi haldır. Kosinusun 0 xüsusi halı belə idi. Pi bölü 2 topla pi k. Bir cavabımız budur. Kosinus x isə ümumi haldır. Xatırlayırsa plus minus x video başlarında 4 tane tüstür var idi. Onlardan biridir. Kosinus kök 3 bölü 2 topla 2 pi k idi. Kosinusun ümumi halı. En sadə trigonometrik tənlik. Kosinus kök 3 bölü 2 kök 3 bölü 2'nin kosinus neçə dərəcədə alır? Deməli alır 30 dərəcədə. Pi bölü 6 topla 2 pi k. Bunlar biri digərinin alt çoxluğu deyil. Bunlar kəsişməzlər. Yəni burada k-ya qiymətləri verib kəsirmək düzgün deyil. Kəsişməzlər zaten 90 topla pi k plus minus 30 topla 2 pi k-nın heç bir yerdə kəsişmirlər. Ona görə hər ikisi doğru cavab. Yəni əbobun falan tapmırsınız da. Biri digərinin alt çoxluğu deyil. Sizin nə vaxt əbob tapılır? Biri pi k bölü 2, biri pi k bölü 4'dür. Biri pi k bölü 6, biri pi k bölü 12 misal üçün. Elə də. Biri pi k bölü 4, biri pi k bölü 5'dir. Belə olanda əbobunu tapırıq. Biri digərinin alt çoxluğu olanda. Bəli, növbəti 6-cı sualımızda trigonometri tənliklərinin birinci alt başlığında, dim test toplusunda trigonometri tənliklərinin birinci alt başlığında axırdakı ətraflı suallardan birisidir. Belə çətin sualdır. Buraxışıqlı bloka gələ bilər. Ətraflı həll necə eləyəcək? Zaten elədiyiniz soruşduğunuz və bütün bu sualları necə eləyirəm mən ətraflı eləyirəm. Siz də ətraflı həll eləməyi öyrənin. Əslində siz ev tapşırığını eləyəndə də bütün sualları ətraflı kimi həll etsəniz, zaten ətraflı üçün xüsusi hazırlığa ehtiyac qalmır da. Sualımızda sinus 2x var. Açıram. 3'də 2 vuraq. Sinus 2x'in açılışı 2 sinus x vur kosinus x. Çıx 2 sinus x çıx kök 2 kosinus x sol tərəfə keçidirəm. Topla 1 bərabərdir 0. Burada da 2 sinus var. Burada da 2 sinus var. Buradan bu ikisi bu iki yox bir saniyə səbir olun. Yaxşı rəng olmadı. Bu iki çıxmadan 2 sinus ortaq vuruq çıxardaq. 2 sinus ortaq vuruq çıxsa kök 2 kosinus x. Bir saniyə kök 2 kosinus x minus 1. Belə oldu. Bu ikisindən nə ortaq vuruq çıxar? Düz deyirsən, mənfi 1 çıxar. Kök 2 kosinus x minus 1 bərabərdir 0. Ora kimi aydındır, qəşəngdir, yaraşıqlıdır. Bəs sonra neyinəyək? Sonra kök 2 kosinus x minus 1'i ortaq vuruq çıxardaq. Kök 2 kosinus x minus 1 özü ortaq vuruq çıxsa qalacaq. Bunun əmsalı 2 sinus x çıx 1'dir də. Burada əmsal mənfi 1. Çıx 1. Qaldı mı? Bərabərdir 0. Şu hasil formasına gəldi. Hər birini arayaq da 0'a bərabər eləyirik. Bunu 0'a bərabər eləyəndə belə olacaqdır. Bunu da 0'a bərabər olanda əlim birbaşa yazmaq istəyirik. Belə olacaqdır. Buradan kosinus x-i sağ tərəfə saxlasaq, 1'i sağ tərəfə keçirsək, hər tərəf kök 2'yə bölsək 1 bölü kök 2 olacaqdır. Onu da qoşmasına vursaq kök 2 bölü 2'dir. Sinus solda təkcə qalsa, 1'i sağ tərəfə keçirsək, hər tərəfi 2'yə bölsək 2'də 1 olacaq. Bu kosinusun ümumi halıdır, xüsusi halı deyil. Elə onda olacaq plus minus kök 2 bölü 2'ni alır pi bölü 4 topla 2 pi k'da. X də bərabərdir. 2'də 1 alır bu ümumi halda. Mənfi 1 üstü k artı sinus 2'də 1 artı sinus 2'də 1 ölüm 2'də 1 nə vaxt alır? Topla pi k'da. Yine biri digərinin alt çoxluğu deyil. Bunlar çevrədə kəsişməzlər. Əbobu falan götürülmür. Hər ikisi doğru cavabdır. Növbəti videomuzda isə k-ya qiymətlər verməyi öyrənəcəyik. K-ya qiymətlər verib verilən parçada funksiyanın neçə kökü olduğunu tapmağı öyrənəcəyik. Yəni növbəti videomuzda da çox vacib bilgiləri öyrənəcəyik. Artıq videonun vaxtı çox uzun olmasın deyə onu ikinci bölümdən saxladım. Hələlik ümid edirəm videodan doğru istifadə edirsiniz. Həlləri öyrənirsiniz, sonra test toplusunu sərbəst şəkildə eləməyə çalışırsınız. Sağ olun, növbəti videoda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.